Hər zaman ziyarətçilərini təəccübləndirməyi bacaran Yarat Müasir İncəsənət Mərkəzi bu dəfə də diqqətləri cəlb edib. Xəzər dənizinə həsr olunmuş Bir Zamanlar Dəniz adlı qrup sərgisi ziyarətçilərin böyük marağına səbəb olub. Açılış mərasimindən əvvəl Xəzər dənizinin kölgəsi adlı panel müzakirə təşkil edilib. Müzakirələrin ardınca isə Xəzər dənizi ilə əsrlər boyu onun ətrafında yaşayan insanlar arasında mövcud olan psixoloji, mədəni və arxetipik əlaqələri araşdıran Bir Zamanlar Dəniz qrup sərgisinin açılış mərasimi baş tutdu. Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Yarat Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış oldular. Gecənin sonunda isə xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı 17 dəqiqəlik Dəniz adlı sənədli filmi nümayiş olundu. O zaman mən tələbə idim və Moskvada VGİK'də oxuyurdum. Amma Azərbaycan Film Kinostudiyasında bu filmi işlədim. Senaristlər Anar, Maqsud İbrahimbəyovdur, Emin Sabitoğlu bəstəkar. Film yaxşı qəbul olundu və tarixdə qaldı, uğurlu iş kimi qaldı. Bu film dəniz haqqında bir poetik bir söhbətdir. Və bu filmdə səslər və musiqi üzərində qurulub. Filmdə Emin Sabitoğlu'nun musiqisi dənizlə, dənizin səsi ilə, görüntülərlə bir vəhdət yaradır. Və 60-cı illərdə sənədli kinoda, ümumiyyətlə dünyada poetik bir istiqamət vardı və Azərbaycan kinosunda bax bu poetik istiqaməti məhz öz filmində rejissor Oqtay Mirqasımov yaratdı. Rejissor ötən əsrin 60-cı illərində lentə alınan ekran işində dənizi musiqi və səslərin müşayiəti ilə təqdim edib. Film qonaqları keçmişə səyahətə apararaq xoş ovqat ötürdü. Xanım Paşazadə, Vahab İmanzadə, Seymur Novruzov, Mədəniyyət xəbərləri.